Dinin təbiəti, mahiyyəti belədir ki, hər gün insan vücudunda inkişaf eləmək istəyir. Dinin, dindarlığın təbiəti bu. Necə ki, cisim hər gün yeməyə ehtiyaclıdır, insanın ruhu da artmağa ehtiyaclıdır, qidaya ehtiyaclıdır. Necə ki, məsələn, misal çəkək, mobil telefon hər gün enerji almalıdır, eləcə də insan hər an inkişaf eləməlidir, güclənməlidir, qabağa getməlidir. Bir insan dindar oldusa, onun dindarlığı bir həddə qalmamalıdır. Hər an inkişaf eləməlidir. Mənəvi inkişaf dayandısa, insanın ruhunda mənfi təsir göstərir. Problemlər yaranır ruhu halında. Bir insanda dinini inkişaf elətdirmək həvəsi olmasa, imanı artırmaq həvəsi olmasa, dinini gücləndirmək həvəsi olmasa, bir yerdə gəlib çatsa desə bəsimdir, bu qədər, o günahdan betərdir. Günah bağışlanandır, bu insanı uçuruma yuvarladır. Az mənəviyyata qane olmaq təsiri günahdan daha pisdir insana. Mənəviyyatın azına qane olmaq, azına razı olmaq. Dində bəsdir sözü yoxdur. Dində bir nöqtə yoxdur ki, insan ora çatdısa, desin bəsdir, mən çatdım. Belə bir nöqtə yoxdur. Nə də insanın təbiətində bu yoxdur. Nə insana xasdır, nə dinə. Nə dində elə bir nöqtə var ki, deyəsən çatdım, nə insan elə bir yer var ki, ora çatsın, desin kifayətdir. Bu nə insanın təbiətinə uyğun deyil, nə də dinin mahiyyətinə uyğun deyil. Din yolunda, dindarlıqda bəsdir anlayışı yoxdur. Sən sonsuzluq axtarırsan, sənin ruhun heç zaman dayan deyə bilməz. Bəsdir sözü həm dinə, həm insanın mahiyyətinə ziddir. Biz nədən danışırıq? Bizim mövzumuz dinin, imanın güclənməsidir. Biz Ramazan ayında bu haqda danışırıq. Və dedik ki, nə üçün bizim dinimiz, imanımız güclənməlidir? Motivasiya nədir? Səbəb nədir? Nəyə görə? Dedi ki, şəraitə görə bəzən. Yəni, axirə zaman imtihanları qarşıdan gəlir, ağır imtihanlar qarşıdan gəlir və imanı güclü olan insanlar o imtihanlardan çıxacaq. Ona görə biz gərək imanımızı gücləndirək ki, axirə zaman imtihanlarından üzü ağ çıxaq. Axirə zaman deyildikdə məsumun olmadığı dövr nəzərdə tutulur. İmamlardan hədislər var, dinə hücumlar, hər tərəfdən imana sıxıntılar olacaq, insanlar ələkdən keçəcək, and olsun Allaha deyir, imtihana çəkiləcəksiniz, ələkdən keçəcəksiniz, az bir qisminiz qalacaq, çoxu kəsiləcək, belə hədislər var. Bir var ki, deyirlər, buyurun içəri, bir də var deyilir ki, buyurun bayra. Axirət zaman imtihanları belədir. Ki, buyurun, kim istəyirsə bayra çıxa bilər.
Dindən çıxmaq qapısı açılacaq. Hərçənd ki, dinə gəlmək qapısı da həmişə açıqdır. Amma imtihanın fəlsəfəsi çalxalayıb çölə atmaq olacaq. Fəlsəfəsi deyəndə nəticəsi daha çox belə olacaq. Buyurun içəri də deyirlər bu dində, buyurun bayra da, çölə də. Peyğəmbərin dəvəti buyurun içəri idi. Qulu la ilahə illallah tuflihu çağırırdı hamını. Amma Peyğəmbər vəfat eləyəndə imtihan buydu ki, kim çıxırsa çıxsın. Deyir, hamı çıxdı, 4 nəfər qaldı. Peyğəmbərin vəfatı belə bir imtihan idi. İrtəddən nas illa sələsə. 3 nəfərdən başqa cəmaat dindən çıxdı. Hədislərdə var. İmam Hüseyin əleyhissalamın özü bu yandan deyirdi, buyurun içəri, bu yandan deyirdi, buyurun çıxın bayra. Yol boyu belə idi. Bəzilərini dəvət eləyirdi dinə, bəzilərinə də deyirdi ki, gedə bilərsiniz, azadsınız. İmtihanlar həmişə belə də davam eləyəcək. Gördün ki, hay-küy çoxaldı, cəmaat axın elədi, dinə yönəldi filan, bil ki, Allah imtihan eləyib, çalxalayıb təmizləyəcək. Mütləq belədir. Allah başqaları kimi deyil ki, gəl elə, kim olursan ol, gəl yazdır adı, mənim yanımda ol. Allah belə demir. Allah görəndə say həddən artıq çoxalıb, cəmaat da sevinir, maşallah din inkişaf edir. Bir dənə çalxalanma, imtihan göndərir ki, görsün kim qalır, kim gedir. Bu qaydasıdır, ilahi sünnətdir. İddiaçıları bir-bir yoxlayır, iddiaçıları. Əhl-i Beyt məhəbbəti iddiası olanlardan şimirlər, Ömər Səttər çıxdı. Bunlar iddialılar idi ki, mən Əlini sevirəm. Yəni, şimir iddialılardan idi. Xahiş edirəm, o adların yaratdığı o məna yükünü hərdən beyninizdən çıxardın. İndi o şimir olub. Şimir Əlinin aşıqı sayılardı, məsələn. İddialı, buna iddialı idi. Yəni, bir adam birini sevir, onun yolunda döyüşür və yaralanır, az qalır ölsün də, şəhadət demək olardı, kimsə bunu belə deyərdi də o zaman. Allah imtihan göndərir, çevrilir olur şimir. Adı şimir deyil, yəni bizim anlayışımızda olan o şimir. Allah imtihan göndərir. Və bunların bir çoxu niyə görə belə oldular? Çünki az dindarlığa qane idilər. Bir çoxları belə idi. İmanlarının güclənməsi üçün çalışmırdılar. Deməli, biz dinimizi, imanımızı gücləndirməliyik, mövzumuz budur. Səbəb nə üçün? Bir şəraitə görə dedik. Şərait elədir ki, zəiflər kəsiləcək, təhlükəli imtihanlar var. Amma bugünkü söhbətimiz nədir? Bugün onu deyirik ki, şərait necə olur olsun. Din və insanın mahiyyəti bunu tələb edir ki, hər gün dində artmalısan. Din və insanın mahiyyəti bunu tələb edir, təbiəti. Zatən belədir, din və insan. İkisi də bir-birinə uyğundur. Hər gün inkişaf eləyəsən, artasan. Sən insanı belə qurub yaradıblar ki, sənin üçün dayanacaq yoxdur, son yoxdur. Sən belə yaradıb, sən quruluşun belədir. Sənin ruhunda bir nəhayət nöqtə yoxdur ki, deyəsən, ay cəmaat, mən çatdım, siz də gəlin. Yoxdur. Peyğəmbər də deməyib, mən çatdım. Heç kəs deməyib. Bu ruh belə yaranıb, insan belə quruluşdadır ki, insan üçün dayanacaq yoxdur. Dayanan nöqtə yoxdur. Haradasa çatdım anlayışı yoxdur. Din bəsimdir desən, iman bəsimdir desən, bil ki, nəsə başqa şeydə
davam istəyəcəksən. İnsan bütün vücudu hər şeyə bəsimdir deyə bilmir. Bir şeyə desə bəsimdir, din desə bəsimdir, dünyanın dibinə gedəcək. Bəsim də anlayışı yoxdur ruh üçün.